Vallahi isteyen qınasın, isteyen qınamasın, ama Qarabağın uduzmağındakı en büyük səbəbkar elə Nəriman nəinki uduzmağını, mən bu oyuncunun ümumiyyətlə oyuncu keyfiyyətləri olaraq sevmirəm. Çünki bunda hər hansı bir oyuncu keyfiyyəti yox. Nəyə görə desəniz, 60-cı dəqiqədən sonra oyuna girir. Camilo Duran 60-a qədər pres göstərir. Hətta qolu belə sürəti ilə irəli çıxıb aşırma zərbəsi ilə vurmuşdu. Nəriman ayağında top saxlaya bilmir, bir şey eləyə bilmir. Tək nailiyyəti nədir? Bırakada bir dənə gol vurmaq. İndi Allaha qurban olum, bir dənə bəxt düşdü, vurdu da. Bu indi mükəmməl oyuncudur demək deyil ki. Ya da Qarabağın gələcəyidir demək deyil. Gələcəyimiz Nərimana qalırsa, xahiş edirəm artıq dərəcədə mən daldala getmək istəyirəm. Nə bilim, qayıtmaq istəyirəm Araz Abdullayevin gəncliyinə, Əfran İsmayılovun gəncliyinə, Ağabala Ramazanovun gəncliyinə, Zaur Tağzadənin gəncliyinə. Biz gənc oyuncu mu görməmişik, ya da gənc keyfiyyətli oyuncu mu görməmişik? Azərbaycanın millisində olmayıb mı göyə belə oyuncular? Nəriman keyfiyyətli bir oyuncu deyil. Maksimum eləyəcəyi nə Azərbaycan liqasında Kəpəzə, Sabaha, Sumqayıta, nə bilim, Neftiyə, Qəbələyə qarşı eləyə bilər. Bu Çempionlar Liqası səviyyəsində bir oyuncu deyil. Baxın, səmimi deyirəm, sürəti yox, bitiriciliyi yox, pası yox, kəlləsi yox, fizikisi yox. Bunun oyunda nə işi var? Oyunu boş ver, stadionda nə işi var? Oynayar, əslində pis oyuncu deyil, amma ya teatrda oynayır, ya da toyda falan oynayar. Əl atır. Qarabağ uduzduran niyə bu oldu desəniz, ey gözəl insanlar, 60-cı dəqiqəyə qədər hər şey yolunda girdi. 60-dan sonra Nəriman oyuna girdi. Pres göstərmir irəlidə. Camilo Duran 60-cı dəqiqədə canlı dişinə daxıb ya qapının ardıyla qaçardı, ya rəqib müdafiətinin ardıyla qaçardı, topun ardınca qaçardı da bu oyuncu. Nəriman heç yerə qaçmır. Gəzir elə bir Simitska ilə istəyə məhəllə uşaqları ilə söhbət edir. Nə vaxt top gələcək, pası verəcəm lalang, kimə deyər? Elə də olmur axı. Nəriman pres göstərmədiyi üçün məcburi şəkildə Zubir, Aday, Leandro pres göstərməyə çalışır. Bu da onların çox yorulmağına gətirib çıxarır. Deyək ki, hücumçudular, yorulurlar. Bunlar irəli atıldığı üçün müdafiəçilər, yəni mərkəz oyunçuları, müdafiə deyil, mərkəz oyunçuları Yankovic, Pedro irəli çıxmağa çalışır ki, o boşluqları doldursunlar. Çünki Zubir falan irəli çıxır pres göstərmək üçün. Və avtomatik olaraq boşluqlar yaranır. Yəni Qarabağ yoruldu deməsin heç kəs mənə. Hələ ki 60-cı dəqiqədə heç deməsin. Bu komanda Ludogoretsdə 120 dəqiqə oynayıb 7 gol vuran komandadır. Heyətinə baxsan da çox dəyişiklik yoxdur, yəni heyətində. Bir dənə Pedro gələr, gəlməz maksimum. Qalanı eyni heyətdir bunlarda. Qarabağ yorulmadı. Sadəcə Nəriman oyuna girdiyi deyə Ajax oldu 12 nəfər, Qarabağ oldu 10 nəfər. Buna görə boşluqlar yarandı. 2-1 irəlidə olan Qarabağ nəyə görə sırf presə gedib arxada boşluq versin ki, məntiqən düzgün deyil zaten. Ay qurban olum, bu Nərimanı oynatmayın. Deyirəm, öz şəxsi fikrimdir, amma belə düşünməyə başlayıram. Bu oyuncunun heç bir keyfiyyəti olmaya Qurbanov bunu oyuna salırsa, ya deməli Nərimanın çox güclü arxası var, ya da Qurbanov səhv görüb. Nərimandakı işığı səhv görüb. Qaranlıq işıqdır, sarı işığa oxşadıb yəqin. Ağ da oxşamır çünki Nərimanda ağ işıq deyə bir şey yoxdur. Mənə qayıdıb da deməyin ki, Nəriman 2 gol belə vurub, 3 golu belə vurub, Azərbaycan liqasında vurub, Çempionlar liqasında nə edib bu oyuncu? Bir dənə Braqada vurub 2 il əvvəl. Bir dənə o. İndi bir dənə belə nailiyyətlərə görə götürsək, Musa Qurbanlı da bu sezon kritik bir gol vurmuşdu. Onun onda sayəsində də gəldik də biz Çempionlar liqasına. Oyuna girdikdən sonra gol vurdu. Fisonda sal Musanı oynat. Bu Nərimanın necə arxası var? Qurbanov öz oğlunu oynada bilmir. Nərimana da tənqidlər olur deyəndə benim vecimi almıram. Al da vecini. Sənə deyir bu qədər millət. Yəni bir mən desəydim deyərdim cəhənnəm. Bəlkə mən səhv görmüşəm. Girsən platformalar TikTok, YouTube falan hara girsən hamı deyir ki, Nəriman bacarmır. Da nə deməliyik? Pankart mı açaq? Nə istəyirsiniz? Oynatmayın dayı bunu. Gör nə vəziyyətdəyik ki, Mateus Silva Nərimandan daha çox hücumda görsənir. Yəni hücumda daha çox şey arayır Mateus. Sağ müdafiəçi. Onda sənin hücumda nə işin var ay Nəriman? Pas verə bilmirsən, top saxlaya bilmirsən, üstünə gələn topu ayağında saxlaya bilmirsən. Neyniyək? Şəhrüddini mi qoyaq hücuma? Olsa Şəhrüddin qabağa çıxır. Verək hücumda Şəhrüddin oynasın da. Nə bilim valla, məni qınayan qınasın, qınamayan qınamasın da özləri bilər. Mən fikirləri açıq insanım. Etik qaydalarda düzgün şəkildə fikrinizi yorumlarda bildirə bilərsiniz, amma mənə görə Qarabağın məğlubiyyətinin ən böyük səbəbkarı elə Nərimandır. Bir çox oyunlarda siz bunu görə bilərsiniz. Nəriman oyunda olanda bizdə hücumda heç bir işə yaramır bu insan. 90 dəqiqə ərzində ya bir dənə top saxlayar, ya bir dənə pas verər, ya nə bilim birinə korpus qoyar deyə bu oyuncu güclü oyuncu deyil. 40 saat da gündə 2 dəfə düz göstərir. Nə bilim, başımıza bir bəladır düşüb. Allah qurtarsın. İnşallah elə bir yerə transfer olarsan ay Nəriman. Nə bilim Çininə mininə gedib çoxlu pul qazanarsan, Qarabağa gəlmək ağlının ucundan keçməz. Nəinki Qarabağa, Azərbaycan liqasına gəlmək ağlının ucundan keçməz ay Nəriman.